izləyicilərimiz, bugün sizə məşhur fransız markası olan Guerlain markasının bizə təqdim etdiyi qış kolleksiyası haqqında söhbət açacaq. Bu qış kolleksiyasına bir çox məhsullar daxildir və bu məhsulları əyani göstərmək üçün bugün Sabina Parfümeri və Kosmetika mağazalar şəbəkəsinin vizajisti Yelena xanım Svorova bizə makyaj vasitəsilə bu məhsulları ətraflı olaraq göstərəcək. Hal-hazırda vizajistimiz göz kölgələrindən istifadə edir. Bu kolleksiya daxil olan göz kölgələri çox maraqlıdır. Gördüyünüz kimi daxilində qara rəng, parıltısız qara rəng və parıltılı yaşıl, göy və gümüşü rənglər vardır. Bu rənglərin maraqlısı ondan ibarətdir ki, həmin bu qara rəngdən həm liner, həm də göz qələmi kimi də istifadə etmək olar. Makyaj zamanı istifadə olunan növbəti məhsul isə bu kipriklər üçün nəzərdə tutulmuş tuşdur. Bu tuş isə özündə bir neçə funksiyanı birləşdirir. O, bizim kipriklərimizi həm uzadır, həm onlara həcm verir, həm də onları burur. Bundan əlavə isə onların qayğısını. Tonal krem bütün dəri növləri üçün yararlıdır. Həm quru dərisi olan xanımlar, həm də yağlı dərisi olan xanımlar bu məhsuldan istifadə edə bilərlər. Çünki bu həmin tonal krem üz dərisinin yağlı hissələrində yağın ifraz olunmasının qarşısını alır, quru hissələri isə daha yaxşı nəmləndirir və həmçində üzdə olan çatışmazlıqları örtür. Tonal krem çəkildikdən sonra üzərindən krem kirşan istifadə olunmuşdur. Bu krem kirşan da bütün dəri növləri üçün yararlıdır. Həmçinin bu krem kirşan üzdə qalın qat yaratmır və üzdə olan çatışmazlıqları asanlıqla örtür. Həmçinin bu krem kirşanın içində gördüyünüz kimi korrektor olduğundan bu məhsul isə göz ətrafı üçün nəzərdə tutulur. Makyajda istifadə olunan digər məhsul isə bu ənlikdir. Bu ənlik isə iki funksiyanı yerinə yetirir. Yəni bu məhsuldan həm ənlik kimi istifadə etmək olar, həm də bütün üz üçün parıltı kimi, yəni kirşan kimi də istifadə etmək olar. Gördüyünüz kimi ənlik çox gözəl dizaynə malikdir və onun aşağı hissəsində kiçicik belə bir fırçası vardır və bu fırçanın köməkliyi ilə ənlikdən istifadə etmək daha da asanlaşır. Parıltılı kirşandır və artıq makyaj demək olar ki, tamamlandıqdan sonra makyajın üzərinə istifadə olunur ki, üz dərisinin tonunu hamarlaşdırsın və üz dərisinə müəyyən qədər parıltı da bəxş etsin. Bu dodaq boyası da gördüyünüz kimi çox gözəl dizayna malikdir. Tərkibində olan müxtəlif vitaminlər sayəsində bu məhsul dodaqları nəmləndirir və onların qurumasının qarşısını alır. Bundan əlavə isə o, dodaqlara müəyyən qədər parıltı və həcm də bəxş edir. Guerlain markası bizə daha maraqlı bir ekskluziv məhsul təqdim edir. Bu məhsul isə əsasən əgər siz şənliklərə və yaxud ziyafətə gedirsinizsə, o zaman bu məhsuldan istifadə edə bilərsiniz. Bu məhsul gözəl bir parıltıdır. Bu parıltıdan həm saçlara, həm üzə, həm də bədən üçün istifadə etmək olar.